Hamımız suqun sacları alırıq. İlkin istifadədə yeməklərin suyunu, rəngini dəyişir və qaraldır. Bunun qarşısını almaq üçün nə etməliyik? Bunun üçün ilkin istifadəyə hazırlanma qaydasını indi sizlə bölüşəcəyik. Yağ tam qaynadıqdan sonra baxın bu formada sacın kənarlarına qızmar yağı çəkirik. Yağın rəngini görürsüz. O qədər yağı gəzdirmişik ki, divar kənarlarında artıq yağın özü də qapqara olub. Vizual görünür də inşallah. Bunların hamısı yağın artıqlarıdır. Artıq yağ abrabotqası bitdikdən sonra yağı boşaldırıq tam şəkildə. Görürsüz, baxın bu xırda yağın izləri hələ də üzərindədir. Baxın bu formada əlavə eləyirik yarısını. Və duzu əlavə elədikdən sonra duzu bütün divarlarına dəyəcək şəkildə çuğunun qovururuq. Duz bilirsiniz, yağı canına çəkdiyi üçün artıq yağları da özünə çəkir. Duzun rəngini görürsünüz necə qaralmağa başlayıb. Ta ki artıq divara yapışma mərhələsini keçir sac. Sacı götürürük, duzu boşaldırıq içindən. Kənara qoyuruq və tam şəkildə sacın soyumasını gözləyirik. Saç soyuduqdan sonra sacı adi qupqa ilə otaq temperaturunda ilıq suyun altında qəşəng sacı yuyuruq. Ondan sonra inşallah sacımız istifadəyə tam hazırdır. Xeyirli bərəkətli olsun, istifadə edirsiniz.